Yəni, məhəbbətdə şirk, əlbəttə, sevgi, insanın Allah olan məhəbbəti, sevgisi bu qəlb əməllərindəndir. Bu, qəlb əməllərindəndir. Və bu, əzəmətli ibadətlərdəndir. Və ibadətin əsaslarındandır. Sevgi və zəlillik. Bu ibadətin, bu iki şey ibadətin əsaslarındandır. Sevgi və zəlillik. Yəni, həm Allahı sevirsən, Allahın şəriətini, Peyğəmbər sallallahu aleyhi və səlləmi sevirsən və həmçinin də ki, yəni Allahın qarşısında onun əmr və qadağanlarına tabi olursan, onun qarşısında zəlil olursan, ona boyun əyirsən. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və minən nasi men yettexizu min dunillahi andadan yuhibbunhum kehubbillah." Deyir ki, insanlardan elələri var ki, Allahdan qeyri ibadət olunan bütləri özlərinə ilah götürdülər. Və onlar o ilahları Allahı sevdikləri kimi sevirlər. Baxın, onlar o ilahları Allahı sevdikləri kimi sevirlər. وَالَّذ۪ينَ آمَنُوا أَشَدُّ حُبَّا لِلّٰهِ İman gətirənlərin, möminlərin isə Allaha olan sevgisi daha üstündür. Daha üstündür. Və Allah Teala burada, baxın, deyir ki, onlar öz ilahlarını Allahı sevdikləri kimi sevdilər. Yəni, alimlər deyirlər ki, əgər insan əgər o bütü və yaxud da ki, Allahdan qeyri ibadət etdiyini Allahı sevdiyi kimi sevdiyinə görə, yəni eyni tutduğuna görə, bərabər tutduğuna görə şirkə düşürsə, onu, o bütü və yaxud da ki, Allahdan qeyrisini Allahdan çox sevərsə necə? Əlbəttə ki, bu daha şiddətlidir. Əlbəttə ki, bu da küfürdür. Əlbəttə ki, bu da şirkdir. Yəni, insan necə bilə bilər ki, sevgidə şirkə düşdüyünü? Yəni, insan müstəqil olaraq Allahı sevməlidir. Müstəqil olaraq sevilən yalnız və yalnız Allah Teala'dır. Hətta Rasul belə müstəqil olaraq sevilmir. Peyğəmbər belə müstəqil olaraq sevilmir. Yəni, bizə haqqı çatdırdığına görə, hidayəti gətirdiyinə görə, Allahın sevib seçdiyi qul olduğuna görə və bizə doğru yolu göstərdiyinə görə, Peyğəmbərimiz olduğuna görə sevirik. Amma Allah Teala isə müstəqil olaraq sevilir. Allah Teala heç bir səbəbsiz sevilir. Aydındır? Allah Teala nəyəsə görə sevilmir. Və bizim Allah Teala'ya olan sevgimiz, məhəbbətimiz hər şeydən üstün olmalıdır. Əgər insanın hər hansısa bir şeyə olan sevgisi və yaxud da ki, hər hansısa bir kimsəyə olan sevgisi onu Allaha olan ibadətindən alıqoyarsa, məşğul edərsə, Allaha olan sevgisindən üstün olarsa, Allah qorusun, bu zaman insan şirkə düşmüş olar. Hətta eyni tutsa belə, hətta şirkə düşmüş olar. Və ona görə insan yəni bilməlidir ki, müstəqil olan sevgi yalnız Allah üçündür. Və Allahı hər bir şeydən çox sevməlidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm səhədisdə buyurur ki, Sələsun mən vəcədə bihinnə həlavətəl iman. Buyurur ki, üç şey var ki, kim bunlara əməl edərsə, imanın şirinliyini dadar. İmanın şirinliyini dadar. Və onlardan birincisini Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Ən yəkunallahu və rasuluhu əhəbbə iləyhi mimmə sivahumə. Allah və Rasulü ona hər bir şeydən sevimli olarsa, o Allah və Rasulunu hər bir şeydən çox sevərsə, o Allah və Rasulunun əmr və qadağanlarını hər şeydən üstün tutarsa, Allahın əmirlərini sevərsə, imanın şirinliyini dadmış olar.